vəhşi heyvan içsə, yaxud o heyvan bağlarından bir heyvan qaçsa, bütün dünyaya car çəkirsiniz. Yuxarıdan Sputniklə baxırsınız ki, bu heyvan hara getdi, tapıb tez ona bir bağlısınız, elektron bənd bağlısınız. Niyə? Çünki o heyvanın nəsli kəsilə bilər. Qırmızı kitabdadır adı, ya mənim heyvan bağımdan çıxıb o. Amma 164 nəfər günahsız, məsum, okuda olan qızın qanını siz bu günləri rahatçılıqla, soyuqqanlıqla etiraf edirsiniz. Savaşdır. Hər biri olur da. Allah sizin ailələrinizin, Allah sizin qızlarınızın, torunlarınızın, nəvəsinin başına gətirsin ki, görəsiniz ki, Allah adil Allahdır. Görəsiniz ki, insanların ürəyinə dağ çəkmək nədir?